Duyğusal aclıq deyə bir şey var. Sinir stres olduğu zaman yeməyə başlayır. Yediyi şeyin əslində dadını hiss eləmir. Sadəcə sanki o içində bir çuxur yaranır və sadəcə istəyir ki, açsın, oranı doldursun, amma ora heç vaxt dolmur da. Ona görə burada məsləhət gördüyüm bir metod var. Əgər arıqlamaq istəyirsənsə ya da qədərində yemək istəyirsənsə, yediyin hər şeyin dadını hiss etməyə çalış. O zaman həqiqi acılıqla, yəni qarşılaşacaqsan. Yəni yediyin hər şeyi, hər ağzına qoyduğun şeyi dadını hiss elə və sonra ye. O zaman 5 dənə yeyəcəkdinsə, görəcəksən ki, 2 dənə ilə sən yəni kifayətlənəcəksən. Və bəzən də həqiqi acılıqla yalançı acılıq deyə bir şey də var. Sən əslində acı deyilsən. Ona görə nə isə yemək istəyəndə ilk dəfə biraz dayan və özünə sual verə bilərsən. Hal-hazırda doğrudan o şeyi yemək istəyirəm, yoxsa nə isə boşluğunu doldururam. O zaman mütləq ki, sənin içindən bu cavab gələcək və mütləq ki, hər ağzına qoyduğun şeyin dadını hiss etməyə çalış.